Cırıqlar, əsəbim səhərdən dayanmır. Ukraynada qucaqlarda gəzmiş Alyona üçün daha faratar durduz. Birləşdiz blokerlər. Ağzını aldı, götdən qoydu, gəldi milli namus elədiniz. Hə? Cırıqlar, götün əməliyyat eləyib, burnun əməliyyat eləyib, dodağını eləyib, qaşını dartdırıb, sikimin başını elətdirib, elədiniz, anavızı o qədər müdafiə eləmədiniz, Alyonanı müdafiə elədiniz. Cırıqlar. Hə? Bir dənə şəhid qadını ilə maraqlanmadınız. Ucqar rayonların, kəndlərin dibində yaşayan şəhid övladları, qızları üçün bu qədər narahat olmadınız. Onlar necə təhsil alırlar? Birləşib onların haqqını tələb eləmədiniz. Onların evlərinə getmədiniz. Ay çıxıb deyirsiniz, mən kənardan gizlincəli yardım edirəm. Gəl edirsiniz. Sıçmağınızı belə çəkib göstərənsiniz, onu heç vaxt gizli saxlamazsınız siz. Hə? Azərbaycan hesablasaq ki 10% qadınları kasıb vəziyyətdə yaşayır. Bu 1 milyona yaxın adam düşür bəlkə. Bunun içində qazi qadınları, şəhid qadınları, şəhid övladları, hər nə bilim nə qədər istəsən uşaq, körpə, qadın var. Onların heç birini müdafiə eləmədiniz. Alyona üçün birləşdiniz, biz onun qeyrətini çəkəcəksiniz. Cicdillaqlar. Evinizdə heç anavızın qeyrətini elə çəkməmişsiniz. Hə? Öz Azərbaycanlımızın gətirib demədiniz ki, bu bizim milli namusumuzdur. Həcərimizi, o birisini, bu birisini, Qarabağ döyüşündə şəhid olan qadınları. Necə geniş adamlarsınız siz? Bunu sizə özəl bir dənə geniş video çəkəcəm. Səbirli olun, hələ indi iş başındayım. İş başındayım. Şəhid övladları ayağına cırıq corab geyinə bilmirlər. Ayaqqabı tapa bilmirlər. Sizin başqa ölkədən gətirdiyiniz Alyonavız milyonluq paltarlarla gəzir, uşaq evlərinə gedirlər. Ay Allah, ay Allah. Bunlar uşaq sevən də bunlar, millət sevən olublar ha. Crunch burger girsin sizin götünüzə. 14 manata içdiysiniz, 14 manata burger alırsınız. Qozumovlar sizi bilət, yaltaq götə girənlər.